Salam, hər vaxtınız xeyirli olsun dostlar. Deməli, bu Kral nömrə 1 ya da Kral nömrə 3 olmalıdır. Dəqiq bilmirəm, yadımdan çıxıb. Bunu Qusar rayonundan poçtla göndəriblər təmir üçün. İnşallah indi qutusunu açıram. Təmiri olunandan sonra yenə poçtla göndərəcəm, müştəriyə təhvil verəcəm. İndi bir videonu bir pauza edeyim. Qutunu açaq görək hansı silahdan göndəriblər. Demək dostlar, qutudan çıxartdım. Bu deməli Ekol markalıdır. S450 tir tüfəngimiz. 4.5 kalibrli Made in Türkiyə. Bəli, Türkiyənin istehsalı Ekol. Bunda manjet purujun dəyişilməlidir. İndi dəqiq bilmirəm də, açandan sonra bilinəcək. Ola bilsin ki, purujunun yerinə Vortex sistemi yığdıq. İnşallah indi nə yığılsa videosu gələcək yenə. Sağ olun dostlar. Kimə də təmirlə bağlı nə iş lazım olsa nömrə yerləşdirəcəm, əlaqə saxlaya bilər.